Yayda arıqlamaq üçün iynə vurdurmuşdum. O iynə vurulandan sonra səhəri gün gözüm görmürdü. Nekomentaz axşamaza istinadən xəbər verir ki, bu sözləri Müğənni Xatirə İslam İncə Səhər verilişində deyib. O, arıqlamaq üçün vurdurduğu iynə səbəbindən gözlərində problem yarandığını vurğulayıb. 10-15 gündə gözüm yaxşı görmürdü. İndi 67 kiloqramam. Əslində bu çoxdur. 10 kiloqram artıq kökəm. Kaş ki 60 kiloqram olardım. Amma indi çəkisi 95 kiloqram olanların işi yaxşı gedir. İndi çəkiyə baxan yoxdur. Nə çəkiyə, nə mahnıya fikir verirlər. Əsas odur ki, varsan.